Salam əziz izləyicilər. Bu gün sizlərə Respublika Fənn Olimpiadalarının final mərhələsinə hazırlaşmaq yollarını öyrədəcəyəm. Əvvəla hər birinizə uğurlar arzu edirəm. Hər birinizə inşallah Respublika Fənn Olimpiadalarının final mərhələsindən keçməyi arzulayıram. Sizə bol-bol zehin açıqlığı, şans arzulayıram və həmçinin inşallah İstədiyiniz universitetə qəbul olarsınız, istədiyiniz ixtisasda oxuyarsınız, iş həyatınız yaxşı keçər, uğurlu keçər. İnşallah istədiyiniz medalı alıb evinizə sevinclə götürərsiniz, ailənizi sevindirərsiniz. Sizə Respublika Fənn Olimpiadalarının tövsiyələrindən biri budur ki, siz Respublika Fənn Olimpiadalarına hazırlaşarkən çalışın xəttinizə fikir verin. Əgər ki, xəttiniz oxunaqlı olsun, sərgəli olsun, heç bir hərf səhvi olmasın. Çünki siz kiçik bir hərf səhvi eləsəz, yəni ola bilər ki, sizə aşağı bal yaza bilərlər. Siz hərf səhvi etsəz də onu sadəcə mötərizəyə alın. Toxunmayın, yəni ona o səhv hərfə və yaxud səhv sözə. Çünki ona qaralama edilsə, onun üstünə xətt çəkilsə qaralama sayılacaq və sizə aşağı bal yazılacaqdır. İkinci məsələyə gələk. İkinci məsələmiz budur ki, Respublika Fənn Olimpiadalarının final mərhələsində bəzi suallar vardır ki, onlar dəyişməzdir. Yəni, hər final mərhələsində bu suallar həmişə olur. Bunlar xəritələr, dövlət quruluşları, hadisələrin məhdud və əhəmiyyətli cəhətləri, qrafikdir. Siz xəritələri çalışın əzbərləyin, çünki xəritələr daha əhəmiyyətlidir. İstər qəbul imtahanı, istər digər imtahanlar, bunlarda xəritə sualları daim düşür. Siz tarixi xəritələrə çoxlu baxın, onları əzbərləyin, hansı şəhər harda yerləşir, hansı dövlətin ərazisi hardadır, sərhədləri necədir, nə tərzdədir. Bunları dəqiqliklə yadınızda saxlayın. Çünki yəni sərhədlərin quruluşundan tuta bilərsiniz hansı dövlətin ərazisi olduğunu, yəni hansı dövlət olduğunu. Xəritə sualı elə də çətin deyil. Çünki xəritə sualı sadədir. Sizdən uzaqbaşı tələb olunacaq ki, xəritədə yəni adı çəkilən ölkənin yerini nömrələyin. Siz 1 yazasınız, 2 yazasınız, 3 yazasınız, bu qədər. İndi gələk dövlət quruluşuna. Dövlət quruluşu burada bəzilərimizin diqqət yetirmədiyi məqamlardan biridir və bu səbəbdən bundan məharətlə istifadə olunur və həmin mövzuya, həmin yerə əhəmiyyət verməyən şagirdlər daha çox çətinliklə üzləşirlər ki, onlar da dövlət quruluşlarını yəni üstündən keçmişdirlər. Onlara fikir verməmişdilər. Bu səbəbdən çalışın ana sahibdə verilən dövlət quruluşlarını idarə etmə sistemlərini əzbərləyin. Hansı vəzifənin, hansı hüquqları var, bunları yaxşıca yadınızda saxlayın. Məsələn, sizdən Səfəvi dövlətinin dövlət quruluşu tələb olunacaq. Orada deyəcək ki, Səfəvi dövlətinin idarə etmə sisteminin sxemini çəkin. Siz burada sxem çəkəcəksiniz. Yəni, yuxarıdan aşağıya kimi. Şah, vəkil, əmrəl-məra, baş vəzir. Daha sonra da digər vəzifələri sıralayacaqsınız. Həmən vəzifələri bir-bir qeyd edib, hüquq və vəzifələr nədir, onları qeyd edəcəksiniz. Ondan sonra gələk qrafikə. Qrafik riyazi məsələlərdən biridir. Yəni, kiçik bir riyazi mövzu qoymuşdurlar ortaya. Qrafik, yəni, belədir ki, siz orada iqtisadi cəhətdən qrafik çəkəcəksiniz, yaxud hansısa dövlətin tarixinin qrafikini çəkəcəksiniz. Orada iqtisadi statistika əsas rollardan biridir. Yəni, hər sualda yoxdur. En az bir sualda olur o iqtisadi mövzu. Bunun üçün sizə tövsiyəm budur ki, riyazi mövzulardan biri olan qrafik və
statistikaya çalışın, çoxlu fikir verin. Həmin qaydaları əzbərləyin, yəni qrafik və statistikanı yaxşıca yadınızda saxlayın, necə çəkmək lazımdır, nə etmək lazımdır, onu öyrənin ki, final mərhələsində sizdən statistikaya və yaxud qrafik tələb olunanda çətinlik çəkməyəsiniz. İndi gələk hadisələrin əhəmiyyətli və məhdud cəhətlərinə. Məhdud və əhəmiyyətli cəhətləri təsvir edəcəksiniz. Orada həmişəki kimi, situasiyalar kimi bir şeydir bu. Sadə sualdır. O zaman sizdən tələb olunacaq ki, hadisələri təsvir edin. Nə deyildi, nə deyilmədi və yaxud məhdud cəhəti nədir, əhəmiyyətli cəhəti nədir? 2021 və 2023-cü il olimpiadalarının final mərhələsində hadisələrin əhəmiyyətli və məhdud cəhətləri tələb olunmuşdur sualların birində. Biri mətn şəklində idi 2021-ci ildə. 2023-cü ildəki isə karikatura formasındaydı. Yəni, siz burada karikaturaya fikir verin, karikaturaları əzbərləyin. Lakin əzbərləməsəz də olar. Yəni, istəsəniz əzbərləyə bilərsiniz, istəməsəniz əzbərləməzsiniz. Əsas karikaturada hansı mövzuya toxunur, onu bilməkdir. Siz əsas karikaturada, mətndə hansı hadisə təsvir edilir, onu bilin bəsdir. Son məqama gələk. Son məqam budur ki, psixoloji cəhətdən özünüzü hazır saxlayın. Qətiyyən emosionallarınızın sizin əsir almağınıza imkan verməyin. Emosional cəhətdən özünüzü dik tutun. Yəni, mətanətli olun, qətiyyən həyəcanlanmayın. Psixoloji cəhətdən sarsılmayın. Çünki final mərhələsi dünyanın sonu deyil. Gələn səfər hazırlaşarsınız. İnşallah gələn səfər bacara bilərsiniz. Yəni, bilmək olmaz kim udacaq, kim uduzacaq. Yəni, kimsə öz sonunun 5 il sonrasının, 10 il sonrasının necə olacağını bilmir. Hətta insan özündən bir saniyə sonra nə olacağını da bilmir. Yəni ki, final mərhələsi hər şey deyil. Final mərhələsində uduzmaq məsələ deyil. Əsas məsələ budur ki, siz final mərhələsinə kimi gəlib çıxdınız. Siz orada özünüzü sübut elədiniz. Siz sübut elədiniz ki, final mərhələsinə gedəcək qədər potensialınız var. Əsas budur. Əsas orada iştirak eləməyinizdir. Final mərhələsində uduzmaq, bunlar elə belədir. Həyatımızda udmaq da var, uduzmaq da. Həmişə qalib gəlsək, həyatımızın mənası qalmaz. Həyat maraqsızlaşar. Biz heç bir təcrübə, heç bir nəticə çıxara bilmərik. Məğlubiyyət insanın psixoloji cəhətdən sarsılmağına gətirib çıxarmamalıdır. Məğlubiyyət təcrübə olmalıdır. Məğlubiyyət insanın bir müəllimi kimidir. İnsan məğlubiyyətindən dərs çıxaracaq. İnsan məğlubiyyətindən nəticə çıxaracaq ki, daha sonra həmin xətanı bir də təkrarlamasın. Biz təcrübə qazanmalıyıq bu məğlubiyyətlərimizdə. Məğlubiyyətlərimizi qucaqlamalıyıq. Biz məğlubiyyətlərimizi qəbul etməliyik. Xətalarımızı qəbul etməliyik. Biz xətalarımızı qəbul edəndə biz özümüzü şəxsi cəhətdən, mənəvi cəhətdən inkişaf etdirmiş olacaq. Biz başa düşəcəyik özümüzü. Ürəyimizdəki səsi dinləməliyik. Özümüzün harada səhv etdiyimizi bilib, ona görə hazırlaşmaq, o xətanı təkrarlamamaq üçün özümüzə söz verməliyik. Əsas budur. Yəni, qalib gəlmək, məğlub olmaq, bunlar bizim həyatımızın ayrılmaz hissəsidir. Məğlub da ola bilərik, qalib də gələ bilərik. Respublika fən olimpiadalarının əhəmiyyətinə gəldikdə isə, Respublika fən olimpiadalarının əhəmiyyəti bundan ibarətdir ki, siz istədiyiniz universitetə qəbul ola biləcəksiniz. Lakin ixtisasa gəldikdə isə siz hansı fəndən olimpiada qalibi oldunuz, o nəzərə alınır. Tutan ki, siz tarix fənnindən Respublika fən olimpiadaları qalibi oldunuz. Onda siz, misal üçün,
Bakı Dövlət Universitetinin ya tarix müəllimliyi ixtisasını seçəcəksiniz, yaxud da tarix ixtisasını seçəcəksiniz. Amma mən sizə tövsiyə edirəm ki, tarix ixtisasını yox, tarix müəllimliyi ixtisasını seçin. Çünki tarix müəllimliyi ixtisasını seçsəniz, tarix müəllimi də ola bilərsiniz, tarixçi də ola bilərsiniz. Yox, əgər təkcə tarix seçsəniz, semestr boyunca ancaq tarix fənləri keçə bilərsiniz. Həmişə tarix öyrənə bilərsiniz. Lakin iş həyatınızda çətinliklərlə üzləşmə riskiniz vardır. Yəni bu riski nəzərə almaq lazımdır. Çünki əgər tarix ixtisası oxuyursunuzsa, sizin tarix müəllimi olmağınız çətin məsələdir. Yəni çətin ki, tarix müəllimi ola bilərsiniz. Son olaraq isə sizə uğurlar arzulayıram təkrardan. Bol-bol şans arzulayıram, zehin açıqlığı arzulayıram. İnşallah final mərhələsi istədiyiniz kimi keçər. İnşallah ailənizi sevindirərsiniz, istədiyiniz medal qazanarsınız. İstədiyiniz universitetə, ixtisasa qəbul olaraq uğurlu, gözəl bir həyat sürərsiniz. Çox sağ olun.